Ester kitabı. Fəsil 1. Bu hadisələr Əxəşveroşun dövründə baş vermişdi. Əxəşveroş Hoddodan Kuşa qədər 127 vilayət üstündə padişahlıq edirdi. O dövrdə padişah Əxəşveroş Şuşən qalasında səltənət təxtində oturmuşdu. Padişahlığının 3-cü ilində o bütün rəisləri və əyanları üçün bir ziyafət qurdu. Farsın və Midyanın sərkərdələri, əsilzadələri və vilayət başçıları onun hüzurunda idilər. O, uzun müddət ərzində, yəni 180 gün öz padişahlığının cah-cəlalını, əzəmətini və parlaq şöhrətini nümayiş verdi. Bu ziyafət günləri qurtarandan sonra padişah Şuşən qalasında böyükdən kiçiyə qədər bütün xalqa sarayının həyət bağçasında 7 gün ayrı bir ziyafət verdi. Bağçada ərğəvani, zərif, çatan qaytanlarla pambıq parçadan ağ və lacivərd pərdələr var idi ki, mərmər sütunlardakı gümüş halqalara keçirilmişdi. Sumaqdaşı, mərmər, sədəf və ayrı qiymətli daşlardan düzəldilmiş döşəmə üstündə qızıl və gümüş kürsülər qoyulmuşdu. Şərablar cürbəcür qızıl camlarda qonaqlara verilirdi və padişahın səxavətinə layiq şahanə şərab bol-bol təqdim edilirdi. Padişahın əmri ilə şərab içməyə məcburiyyət yox idi. Çünki padişah şərab məmurlarına əmr etmişdi ki, hər kəsə istəyinə görə xidmət göstərilsin. Mələkə Vəşdi də Əxəşveroşun sarayında arvadlar üçün ziyafət qurdu. 7-ci gün padişahın ürəyi şərabdan nəşələnəndə 7 hərəm ağasına ki, adları Məhuman, Bizeta, Xərbuna, Bicta, Əbəkta, Zeter və Çərkəs idi, əmr etdi ki, Mələkə Vəşdi başında mələkəlik tacı ilə padişahın hüzuruna gətirilsin. O istəyirdi ki, mələkənin gözəlliyini xalqa və rəislərə nümayiş etdirsin. Çünki mələkə gözəl idi. Lakin Mələkə Vəşdi padişahın əmrindən ki, hərəm ağaları vasitəsilə göndərilmişdi, onun hüzuruna gəlmək istəmədi. Padişah buna çox qəzəbləndi və qəzəb ürəyini yandırıb yaxdı. Padişah zamanları bilən hikmətli adamlarla məsləhətləşdi. Çünki padişaha adət idi ki, qanun və ədaləti bilən bütün adamlarla danışsın. Kərəşena, Şetar, Ədmata, Tərşiş, Meres, Mərsena, Memukan padişahın yaxın adamları idilər. Və Fars və Mad padişahlığının 7 rəisi padişahla üz-üzə görüşə bilərdilər və padişahlıqda lap uca rütbə sahibi idilər. Padişah soruşdu, qanuna əsasən Mələkə Vəşdiyə nə gərək edilsin? O, padişah Əxəşveroşun hərəm ağaları vasitəsilə göndərdiyi əmrdən itaət etmədi. Memukan padişahın və rəislərin hüzurunda dedi, Mələkə Vəşdi fəqət padişaha yox, bütün rəislərin və padişah Əxəşveroşun bütün vilayətlərindəki xalqların haqqında yava rəftar edib. Çünki mələkənin bu hərəkəti hansı arvadın qulağına çatsa, öz ərinə həqarətlə baxıb deyəcək, padişah Əxəşveroş əmr etdi ki, Mələkə Vəşdi onun hüzuruna gətirilsin, amma o imtina etdi. Mələkənin bugün gördüyü işi eşidən Fars və Mad xanımları
padişahın bütün rəisləri ilə belə rəftar edəcəklər. Bununla da çox həqarətlər və qəzəblər olacaq. Əgər padişahın gözündə xoş görünsə, qoy padişah tərəfindən əmr verilsin ki, Vəşti bir daha padişah Əxəşveruşun huzuruna çıxmasın. Padişah da onun mələkəliyini daha yaxşısına versin. Qoy bu əmr farsların və madlıların qanunları arasına yazılsın ki, dəyişdirilməsin. Padişahın verdiyi fərman öz böyük padişahlığının hər yerində elan ediləndə, bütün arvadlar böyükdən kiçiyə qədər öz ərlərinə hörmətlə rəftar edəcəklər. Bu söz padişahın və rəislərin xoşuna gəldi. Padişah Memokanın təklifinə əməl etdi. Padişah bütün vilayətlərinə yazılı əmrlər göndərdi ki, hər kişi öz ailəsində ağadır və xalqının dilində danışan da odur. Bu əmrlər hər vilayətə öz yazısı və hər xalqa öz dili ilə yazılıb elan edildi. Fəsil 2. Bir müddət keçəndən sonra padişah Əxəşveruşun qəzəbi soyudu. O Vəştini, onun etdiyi işi və ziddinə verdiyi fərmanını xatırladı. Padişahın qulluğunda dayanan xidmətçiləri dedilər, qoy padişah üçün bakirə, cavan və gözəl qızlar axtarılsın. Padişah öz padişahlığının bütün vilayətlərinə müşahidətçilər təyin etsin. Qoy gözəl və cavan bakirə qızların hamısı Şuşən qalasına, hərəmxanaya yığılıb, padişahın hərəm ağası Hecəyə təhvil verilsin. Gözəlləşmələri üçün nə lazımdır onlara verilsin. Padişahın xoşuna gələn qız Vəştinin yerinə mələkə olsun. Bu fikir padişahın xoşuna gəldi və ona əməl etdi. Şuşən qalasında Mordokay adlı bir yəhudi var idi. O, Benyamin qəbiləsindən Qiş oğlu, Şim'i oğlu, Yair oğlu idi. Yahuda padişahı Yehoyakin əsir alınanda, Qiş də Orşəlimin sakinləri ilə bərabər əsir aparılmışdı. Onları əsir aparan Babil padişahı Nebukadnessar idi. Mordokayın əmisi qızı Həddəssanın, yəni Esterin ata-anası yox idi. Bu qızı Mordokay böyütmüşdü. Ester gözəl qamətli və gözəl surətli idi. Ata-anası ölən gündən Mordokay onu qızlığa götürmüşdü. Padişahın əmri və fərmanı eşidiləndə, Şuşən qalasına Hecəyin nəzarəti altına çox qız yığıldı. O zaman Ester də padişah sarayında hərəm ağası Hecəyin nəzarəti altına aparıldı. Bu qız Hecəyin xoşuna gəldi və onun rəğbətini qazandı. Hecəy tezliklə ona gözəlləşmə ləvazimatı və yeməklər təmin etdi. Esterə padişah sarayından 7 xidmətçi qız seçib, onunla xidmətçi qızlarını hərəmxananın lap yaxşı yerinə apartdırdı. Ester öz milliyyətini və xalqını heç kimə bildirmədi. Çünki Mordokay ona tapşırmışdı ki, bunu heç kimə bildirməsin. Mordokay hər gün hərəmxananın həyəti qabağında dolanırdı ki, Esterin nə vəziyyətdə olduğunu və ona nə ediləcəyini öyrənsin. Hər cavan qızın padişah Əxəşveruşun huzuruna çıxmağa növbəsi gəldiyində, arvadlar üçün olan qaydaya əsasən, 12 ayın axırında ki, onların gözəlləşdirmə zamanı başa çatırdı,
Gözəlləşdirmə müddəti bundan ibarətdir ki, onlara 6 ay mur yağı, 6 ayda ətirlər və gözəlləşdirici ləvazimat çəkirdilər. Qız padişahın hüzuruna elə çıxardı. Hərəmxanadan istədiyi hər şey götürüb padişahın sarayına aparardı. O, axşam padişahın yanına gedərdi və səhər açılanda çıxıb ikinci hərəmxanaya ki, Şəəşgəzin nəzarəti altında idi, göndərilərdi. Şəəşgəz cariyələrin naziri olan padişahın hərəmağası idi. Fəqət padişahın bəyəndiyi və adı ilə çağırdığı qız bir daha onun yanına gələ bilərdi. Padişahın yanına gəlmək üçün növbə Mordokayın qızlığa götürdüyü əmisi Əbixəylin qızı Esterə çatanda, o, padişahın hərəmağası Hecəyin məsləhət gördüyündən ayrı heç nə istəmədi. Hərəmxana Hecəyin nəzarəti altında idi. Ester onu görənlərin hamısının gözündə lütf qazandı. Padişah Əxəşveroşun hökmdarlığının 7-ci ilinin 10-cu ayında, Tebet ayında Ester padişahın sarayına aparıldı. Padişah Esteri ayrı arvadlardan çox bəyəndi. O, padişahın hüzurunda bütün ayrı bakilərdən daha lütf və rəğbət qazandı. Padişah Esterin başına mələkəlik tacını qoyub Vəşdinin yerinə mələkə etdi. Sonra da Esterin şərəfinə böyük bir ziyafət qurdu. Bu ziyafətə padişahın bütün rəisləri və əyanları dəvət olmuşdu. Padişah bütün vilayətlərdə bayram elan etdi və öz səxavətinə görə hədiyyələr verdi. Qızlar ikinci dəfə yığılanda, Mordokay saray dərvazasında vəzifə sahibi idi. Ester də Mordokayın əmr etdiyi kimi öz xalqını və milliyyətini məlum etməmişdi. O, Mordokayın tərbiyəsi altında olan vaxtlarda olduğu kimi, onun əmrlərinə əməl edirdi. Mordokayın padişahın saray dərvazasında vəzifə sahibi olduğu günlərdə, padişahın Biktan və Tereş adlı 2 xadimi ki, saray dərvazasının keşikçilərindən idilər, qəzəbləndilər və padişah Əxəşveroşa sui qəsd etmək niyyətinə düşdülər. Bu iş Mordokaya məlum oldu və bunu mələkə Esterə bildirdi. Ester də Mordokayın adından bunu padişaha xəbər verdi. Təftiş zamanı bu xəbərin həqiqət olduğu üzə çıxarıldı və hər ikisi dar ağacından asıldı. Bu hadisə padişahın hüzurunda salnamələr kitabına yazıldı. Fəsil 3. Bir müddət keçəndən sonra padişah Əxəşveroş Əqəqli Həmmedata oğlu Hamanı şərəfləndirib rütbəsini qaldırdı. Ona yanındakı bütün rəislərdən üstün mənsəb verdi. Padişahın əmrinə görə, padişahın saray dərvazasında olan bütün xadimlər Hamana baş əyib qabağında təzim edirdilər. Lakin Mordokay Hamana baş əyməyib təzim etmirdi. Padişahın sarayının dərvazasında olan xadimlər Mordokaydan soruşdular, niyə padişahın əmrini ayaq altına qoyursan? Bunu ondan hər gün soruşurdular, lakin Mordokay onlara əhəmmiyyət vermirdi. Bunun xəbəri Hamana çatdı, çünki Mordokay onlara Yəhudi olduğunu demişdi. Hamı bilmək istəyirdi ki, Mordokay belə rəftar etdiyini davam etdirəcək ya yox. Haman Mordokayın ona baş əyməyib qabağında təzim etmədiyini görəndə qəzəbdən doldu. Lakin təkcə Mordokayı öldürmək onu razı etmirdi. Mordokayın hansı xalqdan olması
Hamana məlum edilmişdi. Ona görə də o bu niyyətə düşdü ki, Mordokayın xalqını, yəni Əxişveruşun padişahlığının hər tərəfində yaşayan bütün Yəhudiləri öldürsün. Bu işin görüləcəyi günü və ayı müəyyənləşdirmək üçün padişah Əxişveruşun padişahlığının 12-ci ilində 1-ci ay olan Nisan ayında Hamanın qabağında Pur, yəni püşk atdılar. Püşk 12-ci ay olan Ədara düşdü. Sonra Haman padişah Əxişveruşa dedi: Bir xalq var ki, sənin səltənətinin hər vilayətinin xalqları arasına dağılıb. Onların qanunları bütün xalqların qanunlarından fərqlidir və padişahın qanunlarına əməl etmirlər. Onları bu halda qoymaq padişaha yaxşı deyil. Əgər padişahın xoşuna gəlsə, qoy onların məhv olunmasına dair fərman yazılsın. Buna görə padişahın xəzinəsinə bu işi görənlər üçün 1000 talant gümüş çəkib göndərərəm. Padişah barmağından möhür üzüyünü çıxardıb Yəhudilərin düşməninə, yəni Əqəqli Həmeddata oğlu Hamana verdi. Padişah Hamana dedi: Gümüş də sənin ixtiyarındadır, o xalq da. Bu xalqa gözündə nə xoşdur, onu da et. 1-ci ayın 13-cü günündə padişahın mirzələri çağırıldı. Hamanın əmri hər vilayətə öz yazısı və hər xalqa öz dili ilə yazılıb, şahın satraplarına, bütün vilayətlərin valilərinə və xalqların rəislərinə göndərildi. Bu əmr padişah Əxişveruşun adı ilə yazıldı və padişahın möhürlü üzüyü ilə möhürləndi. Padişahın bütün vilayətlərinə çaparlar vəsiləsi ilə məktublar göndərildi ki, bütün Yəhudiləri, həm cavan, həm də qocaları, həm arvad, həm də uşaqları bir gündə qırıb kökündən məhv etsinlər. 12-ci ay olan Ədar ayının 13-cü günündə mallarını da talan etsinlər. Bu fərmanın surəti hər vilayətdə qanun kimi dəsxətdə yazılmalı və bütün xalqlara bildirilməli idi ki, o gün üçün hazır olsunlar. Çaparlar padişahın əmri ilə cəld yola düşdülər. Fərman Şuşən qalasından sadir olundu. Padişahla Haman əyləşib şərab içərkən Şuşən şəhəri pərişan qalmışdı. Fəsil 4. Mordokay baş vermiş bu hadisələrdən xəbər tutanda paltarlarını cırdı və çula bürünüb başına kül tökdü. Şəhərin mərkəzinə çıxıb uca səslə acı şivən etdi. O ancaq padişahın dərvazasına qədər gəldi, çünki çula bürünən adam padişahın dərvazasından girə bilməzdi. Padişahın bu əmri və fərmanı hansı vilayətə çatmışdı, oradakı Yəhudilər arasında böyük matəm, oruc, ağlaşma və fəğan var idi. Bir çoxu da çula bürünüb kül üstündə uzanmışdılar. Esterin xidmətçi qızları və hərəm ağaları gəlib bu xəbəri ona çatdırdılar. Mələkə bundan çox pərişan oldu. O, Mordokay üçün paltar göndərdi ki, çulunu çıxarsın. Lakin Mordokay bunu qəbul etmədi. O vaxt Ester, hətta ki, padişahın onun xidmətinə təyin etdiyi hərəm ağalarından biri idi, çağırdı və tapşırdı ki, Mordokayın yanına gedib bu işin nə olduğunu və niyə baş verdiyini öyrənsin. Hətac saray dərvazasının qabağında olan şəhər meydanına Mordokayın yanına getdi.
Mordokay başına gələn bütün hal qəziyyəni ona danışdı və ona dedi ki, Yahudilərin məhv edilməsi üçün Haman padşahın xəzinələrinə nə qədər gümüş verməsini vədə verib. Sonra Yahudilərin məhv edilməsi üçün Şuşanda dəstxətdə yazılan fərmanın surətlərindən birini verdi ki, bunu görsədib Esterə təşrih etsin, həm də ona tapşırsın ki, padşahın yanına gedib öz xalqı üçün yalvarsın və ondan mərhəmət istəsin. Hətaç qayıdıb Mordokayın sözlərini Esterə çatdırdı. Ester də Mordokaya Hətaç vasitəsilə belə xəbər göndərdi. Padşahın bütün xadimləri və padşah vilayətlərinin xalqları bilirlər ki, hər kəs, istər kişi olsun, istər arvad, padşahın çağırışı olmadan içəri həyətə girsə, onun haqqında təkcə ölüm hökmü veriləcək. Fəqət padşah qızıl əsasını kimə uzatsa, o sağ qalar. 30 gündür ki, padşahın yanına getmək üçün çağırışım yoxdur. Esterin bu sözləri Mordokaya çatdırıldı. Mordokay Esterə belə cavab vermələrini xahiş etdi. Elə düşünmə ki, padşahın sarayında olduğun üçün o biri Yahudilərdən sən sağ qalacaqsan. Əgər sən sakit qalasan, Yahudilərə kömək və qurtuluş ayrı yerdən gələcək, amma sən və ata evin kamil məhv olacaq. Kim bilir, bəlkə elə bu gün üçün sən mələkəliyə çatıbsan. Ester Mordokayın bu cavabı qabağında belə dedi. Get Şuşanda olan bütün Yahudiləri bir yerə yığ. 3 gün, 3 gecə yeməyib, içməyib mənim üçün oruç tutun. Mən də burada xidmətçi qızlarımla oruç tutacağam və sonra qanunu pozub padşahın yanına girəcəyəm. Buna görə əgər ölməliyəm, qoy ölüm. Mordokay gedib Esterin ona tapşırdığı kimi etdi. Fəsil 5. 3-cü gün Ester mələkə paltarını geyindi və padşahın sarayının içəri həyətində padşahın otağı ilə üzbəüz dayandı. Padşah otağında üzü qapıya tərəf səltənət təxtində oturmuşdu. Padşah mələkə Esterin həyətdə dayandığını görəndə, Ester onun gözündə lütf qazandı. Padşah qızıl əsasını ona tərəf uzatdı. Ester də yaxınlaşıb əsanın ucuna toxundu. Padşah ondan soruşdu, Mələkə Ester, sənə nə olub? İstəyin nədir? Hətta padşahlığın yarısı olsa belə sənə veriləcək. Ester cavab verdi, əgər padşahın xoşuna gəlsə, bu gün onun üçün qurduğum ziyafətə gəlsin, Hamanı da gətirsin. Padşah əmr verdi, Hamanı tez buraya gətirin, Esterin sözünü yerinə yetirək. Padşahla Haman Esterin qurduğu ziyafətə gəldilər. Şərablarını içəndə padşah Esterdən soruşdu, arzun nədir? De, sənə veriləcək. İstəyin nədir? Hətta əgər padşahlığın yarısı olsa belə, ediləcəkdir. Ester cavab verdi, arzu istəyim budur. Əgər padşahın gözündə lütf tapmışam və mənim arzu istəyimi yerinə yetirmək padşaha xoş görünür, qoy padşahla Haman onlar üçün quracağım ziyafətə gəlsinlər. Mən də sabah padşahın sualına cavab verərəm. O gün Haman şadlıqla, göylü xoş oradan çıxdı. Lakin saray dərvazasında Mordokayın ayağa qalxmadığını və hüzurunda yerindən belə tərpənmədiyini görəndə,
Mordokayın ziddinə qəzəblə doldu. Haman özünə hakim olub evinə getdi. Adam göndərib dostlarını və arvadı Zereşi çağırtdırdı. Onlara cah-cəlalla çox oğullarından, padişahın neçə dəfə rütbəsini qaldırıb ona ayrı rəislərdən və əyanlardan üstün mənsəb verməsindən danışdı. Və belə də dedi. Bəli, hətta Mələkə Ester də qurduğu ziyafətə məndən başqa heç kəsi layiq görmədi ki, padişahla bərabər oraya gəlsin. Sabah da o məni padişahla bərabər ziyafətə dəvət edib. Amma mən Yəhudi Mordokayı saray dərvazasında oturan görəndə gözümdə hər şey qiymətdən düşür. Arvadı Zereş və bütün dostları belə dedilər. 50 qolac ucalığında bir dar ağacı düzətdir. Səhər açılanda da padişah de ki, Mordokayı ondan astırsın və padişahla ziyafətə şadlıqla get. Bu söz Hamanın ürəyinə yatdı və dar ağacı düzətdirdi. Fəsil 6. Həmin gecə padişahın yuxusu qaçdı. O əmr etdi ki, hökmdarlığının xatirə kitabı, salnamələr kitabı gətirilsin. Bunlar padişahın hüzurunda oxundu. Orada yazı tapıldı ki, Mordokay saray dərvazasının keşikçilərindən Biktan və Tereş adlı 2 xadim haqqında xəbər vermişdi ki, padişah Əhəşveruşa sui-qəsd hazırlayıblar. Padişah dedi, buna görə Mordokaya hansı şərəf və izzət verildi? Onun xidmətində duran nökərlər dedilər, buna görə ona heç nə edilməyib. Padişah dedi, həyətdə kim var? Bu zaman Haman padişahın sarayının bayır həyətinə girmişdi ki, padişahla danışıb Mordokayı düzətdiyi dar ağacından astırsın. Padişahın nökərləri ona dedilər, bax, Haman həyətdə dayanıb. Padişah dedi, gəlsin içəri. Haman içəri gələndə padişah ondan soruşdu. Padişahın şərəfləndirmək istədiyi adama nə gərək edilsin? Haman da özü özündə düşündü. Məndən başqa kimi şərəfləndirmək istər ki? Bu halda Haman padişaha belə dedi. Padişah kimi şərəfləndirmək istəsə, qoy ona belə edilsin. Padişahın geyindiyi şahlıq libası və padişahın mindiyi at ki, başına şahlıq tacı taxılır, gətirilsin. Həmin paltar və at, padişahın lap uca rütbəli rəislərindən birinin əlinə verilsin ki, padişahın şərəfləndirmək istədiyi adamı geyindirib ata mindirsinlər və şəhər meydanında gəzdirsinlər və qabağa düşüb belə car çəksinlər. Padişah istədiyi adamı bu cür şərəfləndirir. Padişah Hamana dedi, paltar və atı tez götür və saray dərvazasında vəzifəyə duran Yəhudi Mordokaya dediklərinin heç birini əskitmədən et. Haman paltarı və atı götürüb Mordokaya geyindirdi. Sonra ata mindirib şəhərin meydanında gəzdirdi və qabağında car çəkdi. Padişah istədiyi adamı bu cür şərəfləndirir. Bundan sonra Mordokay saray dərvazasına qayıtdı. Lakin Haman matəm içində, başı örtülü halda tez evə qayıtdı. O, arvadı Zereşə və bütün dostlarına başına gələn bütün əhvalatları danışdı. Hikmətli məsləhətçiləri ilə arvadı Zereş ona dedilər, əgər qabağında yıxılmağa başladığın bu Mordekay Yəhudi irqindəndir, ona gücün çatmaz.
qətən qabağında yıxılacaqsan. Elə onunla söhbət edirdilər ki, padişahın hərəm ağaları gəlib, Hamanı tələsik Esterin qurduğu ziyafətə apardılar. Fəsil 7. Padişahla Haman Mələkə Esterin ziyafətinə gəldilər. İkinci gün şərab içiləndə padişah cinə Esterdən soruşdu. Mələkə Ester, nə istəyirsən? De sənə verim. Arzun nədir? Hətta padişahlığın yarısı olsa belə sənə veriləcək. Mələkə Ester padişaha cavab verib dedi. Əgər sənin gözündə lütf tapmışam, ey padişah, əgər padişahın xoşuna gəlir, istəyim budur ki, mənə həyatımı əta edəsən. Xalqım üçün də istəyim budur. Çünki həm mən, həm də xalqım qırılmaq, öldürülmək və məhv edilmək üçün satılmışıq. Əgər bizi, kişiləri və arvadları qul kimi satsaydılar, sakit qalardım. Çünki padişahı belə bir dərdlə narahat etməyə dəyməz. O zaman padişah Əxəşveroş Mələkə Esterdən soruşdu. Bu işi kim edir? Haradadır? Kimin belə bir istəyi var? Ester dedi, bizə ədavət edən düşmənimiz bu şərir Hamandır. Padişahın və mələkənin hüzurunda Hamanı dəhşət bürüdü. Padişah qəzəblə şərab süfrəsindən qalxdı və sarayın bağçasına çıxdı. Amma Haman içəridə qaldı ki, Mələkə Esterə canı üçün yalvarsın. Çünki anlamışdı ki, padişah onun özünə ziyan yetirməyə qərar verib. Padişah saray bağçasından şərab içdikləri ziyafət yerinə qaydanda gördü ki, Haman Esterin olduğu kürsüsünün üstünə döşənib. Padişah dedi, bu adam evimdə, mənim yanımda mələkəyə qəsd edəcək məgər. Elə bu söz padişahın ağzından çıxanda Hamanın üzünü örtdülər. Hərəm ağalardan Xərbuna adlı bir nəfər ki, padişahın hüzurunda idi, dedi. Bax, Hamanın evinin qabağında 50 qolat uzalığında bir dar ağacı var. Haman onu padişaha xeyir xəbər verən Mordokay üçün hazırlatdırıb. Padişah dedi, ondan özünü asın. Beləcə Hamanın Mordokay üçün düzəltdirdiyi dar ağacından onun özünü asdılar. Bundan sonra padişahın qəzəbi soydu. Fəsil 8. Elə həmin gün padişah Əxəşveroş Yəhudilərin düşməni Hamanın evini Mələkə Esterə verdi. Mordokay padişahın hüzuruna gəldi. Çünki Ester Mordokayın kim olduğunu padişaha məlum etmişdi. Padişah Hamandan geri aldığı mühürlü üzüyü çıxardıb Mordokaya verdi. Ester də Mordokayı Hamanın evinə nəzarətçi qoydu. Bundan sonra Ester cinə də padişaha danışıb onun ayaqlarına düşdü və ağlaya-ağlaya yalvardı ki, əgəqli Hamanın Yəhudilərə qərəzlə qurduğu qəsdin qabağını alsın. Padişah qızıl əsasını Esterə uzatdı. Ester ayağa qalxıb padişahın hüzurunda durdu. Sonra da dedi, əgər padişahın xoşuna gəlsə, əgər onun hüzurunda lütf tapmışam, əgər bu iş padişahın gözündə düz görünür və məni bəyənmişdir, qoy bir fərman yazılsın ki, əgəqli Həmeddata oğlu Hamanın qəsd qərəzlə padişahın bütün vilayətlərində yaşayan Yəhudiləri qırmaq üçün yazdığı məktubları ləğv etsin.
xalqımın başına gələn bu müsibətə necə dözə bilərəm? Gözümün qabağında qohumlarımın məhv olmasına necə dözə bilərəm? Padşah Axeşveroş Mələkə Esterə və Yəhudi Mordokaya dedi: Bax, Hamanın evini Esterə vermişəm. Hamanı dar ağacından astırmışam. Çünki Yəhudilərin qəsdinə əl uzadıb. İndi gözünüzdə necə xoş görünür, padşahın adında Yəhudilərə başqa bir məktub yazın və padşahın möhürlü üzüyü ilə möhürləyin. Çünki padşahın adında yazılmış və padşahın möhürlü üzüyü ilə möhürlənən fərmanı heç kim ləğv edə bilməz. Elə o zaman 3-cü ay, yəni Sivan ayının 23-də padşahın mirzələri çağırıldı. Mordokayın Hoddodadan Kuşa qədər 127 vilayətindəki Yəhudilərə, satraplara, valilərə, vilayətlərinin rəislərinə əmr etdiyi hər şey yazılıb, hər vilayətə öz yazısı ilə və hər xalqa öz dili ilə, Yəhudilərə də öz yazı və dillərində göndərildi. Mordokay, padşah Axeşveroşun adı ilə onun əmrini məktublara yazıb, padşahın möhürlü üzüyü ilə möhürlədi və çaparlarla ki, padşah üçün bəslənən xüsusi çapar atlara minmişdilər, bu məktubları göndərdi. Bu məktublara görə padşah hər şəhərdə yaşayan Yəhudilərə icazə verdi ki, yığılıb öz canlarını hifz etsinlər. Onlara, arvad və uşaqlarına hücum edən hər millətin və ya hər vilayətin silahlı dəstələrini qırıb, öldürüb yox etsinlər, əmlaklarını da talan etsinlər. Padşah Axeşveroşun bütün vilayətlərində 12-ci ay olan Ədar ayının 13-ü bu iş üçün müəyyən olunmuşdu. Bu fərmanın surəti hər vilayətdə qanun kimi dəstxətdə yazılmalı və bütün xalqlara elan olunmalı idi ki, Yəhudilər həmin gün öz düşmənlərindən qisas almağa hazır olsunlar. Qasidlər padşaha xidmət edən çapar padşahın atlarına mindirildi və padşahın əmri ilə tələsdirilib tez yola salındı. Fərman Şuşən qalasından dəstxətlə elan edildi. Mordokay padşahın hüzurundan başında böyük qızıl tac, ağ və lacivərd şahanə libasda, ərğəvani, nazik, kətan cübbə ilə çıxdı. Şuşən şəhəri şadlıq içində haray çəkdi. Artıq Yəhudilərin arasında nur, şadlıq, sevinç və hörmət var idi. Padşahın əmri və fərmanı hansı vilayətə, hansı şəhərə çatırdı, orada Yəhudilər üçün şadlıq, sevinç, ziyafət və bayram günü olurdu. Ölkənin başqa xalqları arasından bir çoxu Yəhudilərdən qorxduqları üçün Yəhudi oldular. Fəsil 9 12-ci ay, yəni Ədar ayının 13-ü il 9. Padşahın əmri və fərmanının icra vaxtı yaxınlaşırdı. Yəhudilərin düşmənləri elə güman etmişlər ki, o gün Yəhudilər onların hakimiyyəti altına düşəcək. Lakin bunun əksinə Yəhudilər onlardan nifrət edənlər üstündə zəfər qazandılar. Yəhudilər padşah Axeşveroşun bütün vilayətlərində yaşadıqları şəhərlərə də yığıldılar ki, onların qəsdinə çalışanlara hücum etsinlər. Artıq onların qabağında heç kim dayana bilməzdi. Çünki onların zəhmi bütün xalqları bürümüşdü. Bütün vilayət başçıları, satraplar, valilər və padşahın məmurları Yəhudilərə kömək etdi. Çünki Mordokayın üzündən onların canına qorxu düşmüşdü. Mordokay padşahın sarayında uca rütbəyə sahib olmuşdu. Şöhrəti də bütün vilayətlərə yayılmışdı. Mordokay artıq bir şəxsiyyət kimi get-gedə böyük və qüdrətli olurdu.
Yahudilər bütün düşmənlərini qılıncdan keçirdib, öldürüb yox etdilər. Onlardan nifrət edənlərə nə istədilər, onu da etdilər. Yahudilər Şuşan qalasında 500 nəfəri öldürüb yox etdilər. Bunlarla bərabər Pərşəndatanı, Dəlfonu, Əsbatanı, Poratanı, Ədəlyanı, Əridatanı, Pərməştanı, Ərisəyi, Əridəyi, Vizatayı, yəni Yahudilərin düşməni Həmmeddata oğlu Hamanın 10 oğlu idilər, öldürdülər. Lakin talana əl atmadılar. O gün Şuşan qalasında öldürülənlərin siyahısı padişahın hüzuruna gətirildi. Padişah Mələkə Estərə dedi, Yahudilər Şuşan qalasında 500 nəfəri və Hamanın 10 oğlunu öldürüb yox ediblər. İndi gör, padişahın ayrı vilayətlərində nə ediblər? Yenə nə istəyin var? Sənə veriləcək, nə arzun var? Yerinə yetiriləcək. Ester dedi, əgər padişaha xoş görünür, Şuşandakı Yahudilərə sabah da icazə verilsin ki, bugünkü fərmanı icra etsinlər. Hamanın 10 oğlu da dar ağacından asılsınlar. Padişah belə edilməsini əmr etdi. Şuşanda fərman elan edildi, Hamanın 10 oğlu da asıldı. Şuşandakı Yahudilər Ədar ayının 14-də də yığılıb, orada 300 nəfəri öldürdülər, lakin talana əl atmadılar. Padişahın vilayətlərində yaşayan ayrı Yahudilər öz canlarını hifz etmək üçün yığıldılar. Onlardan nifrət edən 75 min nəfəri öldürüb düşmənlərindən azad oldular, lakin talana əl atmadılar. Bu iş Ədar ayının 13-də baş verdi. 14-cü gün Yahudilər dincəldilər və o günü ziyafət və şadlıq günü təyin etdilər. Amma Şuşandakı Yahudilər həmin ayın 13-də və 14-də yığılıb ayın 15-də dincəldilər və onu ziyafət və şadlıq günü təyin etdilər. Elə buna görə də kəndli Yahudilər və əyalət şəhərlərində yaşayan Yahudilər Ədar ayının 14-ünü şadlıq, ziyafət və bayram günü tuturlar və bir-birlərinə yemək göndərirlər. Mordokay bu hadisələri qeyd edib, padişah Əxəşveruşun uzaqda və yaxında olan bütün vilayətlərindəki Yahudilərin hamısına məktub göndərdi. Onlara əmr etdi ki, hər il Ədar ayının 14-ünü və 15-ini cəşn tutsunlar. Çünki bu günlər Yahudilər öz düşmənlərindən azad olmuşlar və o ay kədərləri sevincə, matəmləri də bayram gününə çevrilmişdi. O günlər şənlik qurub sevinməli və bir-birlərinə yemək göndərib kasıblara hədiyyə verməli idilər. Beləcə Yahudilər Mordokayın onlara yazdığı əmrini qəbul edib başlatdıqlarını sürdürdülər. Çünki Əqəqli Həmmedata oğlu Haman ki, bütün Yahudilərin düşməni idi, Yahudiləri yox etmək üçün onlara qəsd qurmuşdu. Onları əzib məhv etmək üçün pur, yəni püşk atmışdı. Lakin iş padişahın hüzuruna çatanda, padişah məktub vasitəsilə əmr etmişdi ki, Hamanın Yahudilərə qurduğu qəsd qərəz Hamanın öz başına gətirilsin və Hamanla oğulları dar ağacından asılsın. Elə buna görə də bu günlər Pur kələməsinə görə Purim adlandırılır. Bu namədə verilən təlimatdan, bu iş haqqında gördüklərindən və başlarına gələn hadisələrdən ötürü, Yahudilər özləri və sonraki nəsilləri üçün, həm də onlara qoşulanlar üçün bir adət qoyub bunu davam etdirdilər. Elə ki, bu 2 günü hər il qaydalara və müəyyən vaxta görə keçirtməklə ehmal etməsinlər. Bu günlər hər nəsildə, hər ailədə, hər vilayətdə və hər şəhərdə xatırlanıb cəşn tutulmalı idi. Bu Purim günləri Yahudilər arasından itməməli
və övladlarının yanından çıxmamalı idi. Əbixəylin qızı Mələkə Ester və Yəhudi Mordokay bu ikinci Purim naməsini bütün iqtidarla təsdiq etdilər. Mordokay Axeşveroşun padişahlığının 127 vilayətində yaşayan bütün yəhudilərə sülh və həqiqət sözləri yazıb məktub göndərdi ki, bu Purim günlərini bərqərar etsinlər. Necə Yəhudi Mordokayla Mələkə Ester onlar üçün bərqərar etmişdi. Necə ki, tutacaqları oruc və matəm vaxtları barədəki təlimatla özləri və sonraki nəsilləri üçün təyin etmişdilər. Esterin əmri Purimin bu qaydalarını bərqərar etdi və kitabda yazıldı. Fəsil 10. Padişah Axeşveroş ölkəyə və Dəhəns sahillərinə xərac qoydu. Padişahın bütün güclü və qüdrətli işləri, eləcə də Mordokaya verdiyi uca rütbə haqqındakı mənsəbin kamil hekayəti məgər Mad və Fars padişahlarının salnamələr kitabında yazılmayıbdır. Yəhudi Mordokay rütbədə ancaq padişah Axeşveroşdan aşağı idi. Yəhudilər arasında böyük bir adam idi və çoxlarının hörmətini qazanmışdı. O, xalqının xeyrini axtardı və bütün millətinin rifahı üçün danışdı.